Vətən müharibəsində qardaşı ilə birgə döyüşən, düşmənin 150-yə qədər hərbçisini məhv edən şəhid snayper Elvin Səfərov 10 dekabr 1989-cu ildə Lerikin Soru kəndində anadan olur. Elvin 3 qardaşın ortancılı idi. Valideynlərini uşaq yaşlarında itiriblər. 1996-2007-ci illərdə Soru kənd tam orta məktəbində oxuyub. 2008-2009-cu illərdə Daxili İşlər Nazirliyinin daxili qoşunlarının en sayılı hərbi hissəsində xüsusi təyinatların sıralarında xidmət edib. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olur. Bir il sonra Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlı qüvvələrində Miçman rütbəsində xidmətə başlayır. Dəfələrlə yerli və beynəlxalq snayper yarışlarında iştirak edir. Belarus, Qazaxıstan, Türkiyə, Yunanistan və digər ölkələrdə müxtəlif kurslarda, hərbi təlimlərdə və yarışlarda uğurla iştirak edir. Cocuq Mərcanlı istiqamətindən Araz çayı boyunca kəndlərdə, əməliyyatlarda iştirak edir. Zəngilan istiqamətində gedən döyüşlərdə də Elvin qəhrəmancasına vuruşub, düşmənin canlı itkisinə səbəb olur. Sonra Qubadlı istiqamətində əməliyyatlarda snayper olaraq fəal iştirak edir. Elvin yaralı yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmən onu sinəsindən və çiynindən vurmuşdu. Qızılqaya yüksəkliyi uğrunda gedən həmin döyüşdə 2020-ci il oktyabrın 31-də Elvin Səfərov qəhrəmancasına şəhid olur.